Və həmçinin ikinci fayda ennel munafiqun yelmizunel mu'minin. Münafiqlər möminlərə tənə edər. İn tasaddaqal muslimun bi kəthir. Müsəlmanlar çox mal verdikləri zaman, bollu sədəqə verdikləri zaman deyərlər ki, bunlar riyakardırlar. Və in qallalu bihəsəbi taqatihim və az versələr öz güclərinə görə, öz taqətlərinə görə, qalu innallah ganiyun an amalik və ganiyun an sa'i kəmə səbəq. Allah Teala sənin bu əməlinə və sənin bu ovucularına 4 ovuc verdiyin sədəqəyə ehtiyacı yoxdur. Necə ki, keçdi. Və qad səbət ani Nəbi sallallahu aleyhi və səlləm, artıq Peyğəmbər sallallahu aleyhi və səlləmdən sabit olmuşdur ki, mən təsaddaqa bi'adli tamratin min kəsbin tayyib. Kim bir xurma qədər halal qazancından sədəqə verərsə, və la yaqbəlullahu illə tayyib. Allah Teala yalnız pak olanı qəbul edir. فَإِنَّ اللّٰهَ يَتَقَبَّلُهَا بِيَمِينِ. Allah Teala o sağı ilə onu qəbul edər. ثُمَّ يُرَبِّيهَا لِسَاحِبِ. Sonra onu sahibi üçün böyüdər. Yəni xurmaya bərabər bir sədəqəni Allah Teala böyüdər. كَمَا يُرَبِّ أَحَدُكُمْ فَلُوَّ. Necə ki sizdən biri atın balasını böyütdüyü kimi. Həttə təkунə misləl cəbəl. Nəhayət dağ qədər olar. Bəl qalə Rasulü sallallahu aleyhi və səlləm Peyğəmbər sallallahu buyurmuşdur ki, İttəqun nar və bişiqqi tamra. Xurmanın yarısını belə verərək cəhənnəmdən qurtarmağa, çəkinməyə, qorunmağa çalışın. Və həmçinin Allah Teala buyurur Zəlzələ surəsində Fəmən ya'məl mithqalə zərratin xayran yara. Kim zərrə qədər bir əməl edərsə, bir xeyir edərsə onu görəcəkdir. Və mən ya'məl mithqalə zərratin şərran yara. Və kim zərrə qədər bir şər edərsə onu görəcəkdir. Vallahu subhanahu ala la yudiyu əcrəl muhsinin. Allah Teala yaxşılıq edənlərin əcrini zay etməz, əvəzsiz qoymaz.